Allah bəzi qullarını səssizcə seçər. Onlara kimsə ilə paylaşmayacaqları özəl hallar yaşadar. Bu sadalanan bəzi hallar səninlə Allah arasında bir sirr ola bilər. Əgər bu anlatılanları yaşayırsansa sus. Çünki o halların sahibi sənsən, amma şahidi yalnız Allahdır. Bəzən yaşadıkların o qədər dərindir ki, danışmağa qalxsan kimsə anlamaz. Qəlbini açarsan, qarşılığında sadəcə baxışlarla qalarsan. Çünki o hallar sənə özəldir və sadəcə Allah ilə sənin aranda bir sirdir. Bax, indi anlatılan bəzi halları yaşadınsa, kimsəyə anlatma. Çünki bəzi hallar danışıldıqca kiçilir, amma susulduqca qiymət qazanır. Saat gecənin 3-ü, 4-ü, nə bir səs, nə bir səbəb, amma birdən oyanırsan. Qəlbində bir ağırlıq, boğazında bir düyün və gözlərindən yaşlar axar, fərqində olmadan. Bu sadəcə biyolojik bir uyanma deyil, bu ruhunun çağrısıdır. Allah səni səcdəyə dəvət edir. Bu halı yaşadınsa anlatma. Çünki bu səninlə Rəbbin arasında bir görüşmədir və hər görüşmə məhrəmdir, özəldir. Dostlar çəkilər, sevdiklərin susar, aramalar azalar, qapılar bağlanar. Amma qəribə bir şəkildə içində bir huzur baş verər. Kənardan baxıldığında yalnızsan, amma içindən bir səs mən sənə yetərəm deyər. Bax, bu Allahın qəlbinə huzur indirməsidir. İnsanların səni tərk etdiyini sandığın an əslində Rəbbin səni qucaqlamışdır. Bunu kimsəyə anlatma. Çünki bu huzurun qaynağı bir kimsədə deyil, Allahdadır. Niyyət edərsən bir şeyə, amma bəzən unudub gedərsən. Ya bir əksiklik olar, ya da içindən bir səs səni durdurar. Bax, bu Allahın səni sevdiyi və qoruduğu andır. Bəlkə də keçmişində etdiyin səmimi bir tövbən bugünkü addım